Salam dəyərli izləyicilərim. Mən Rəsad Elşən Usta yenə sizinləyəm. Bu günləri mən K5-in çəkilişini edib sizə göstərəcəm ki, maşın dəmirçidən gəlib, dəmirçi işi necə olur, nə tər olur, bunu ətraflı olaraq göstərmək istəyirəm sizə ki, dəmirçi orada nə işlər görüb və nəyi düzəldib, nəyin basıb gözünü çıxardıb, bunu ətraflı olaraq mən sizə paylaşmaq istəyirəm. Çünki nəyə görə mən elə belə iş görməmişdim. Ayrı usta gördürüb, yəni ki, ayrı usta görüb daha doğrusu. Çünki mənim dəmirçim o işi görməyib. Bu maşını ayrı usta işləyib. Bunu indi bu saat ətraflı olaraq mən sizlə göstərəcəm, paylaşacağım sizinlə ki, maşını, dəmirçi işini belə düzəldərlər. Vurur, gözünü çıxart. Belənsinə. Bu saat ətraflı olaraq mən bunu sizinlə paylaşıram. Deməli belə, vəziyyət necədir burada? Bagaj dəyişilib, bunu başa düşdük. Bu o yanda qoyulub, Amerikada qoyulub, harda qoyulub. Bagaj da dəyişilib. Bufer də dəyişilib. Təzə bufer qoyulub, təzə bagaj qoyulub. Yəni bu, belə deyək, zazor düz gəlmir, bunu başa düşdük. Bu saat sizə göstərəcəm. Söhbət bagajdan getmir. Bu məlum məsələdir ki, bu Tayvanlandır, bu düz gəlmir. Zazoru görürsünüz. Burada açıq, burada sıxılır, təzədən gəlir, burada sıxılır. Bu məlum məsələdir, bunu başa düşdük. Yaxşı, bunu qoyduq bir qırağa. Burada da gəlmir, bunu da düzəliş eləyib dəmirçi. Bunu da başa düşdük. Kişinin oğlu laqunla ilə vurub. Detalı yaman günə döndərib, görürsünüz, qaralıb detal, yanıb. Bu heç, bunu qoyduq bir qırağa. Gəldik əsas məsələyə. Bunun arxası deyir, dəyib. Elə dəmirçilər var ki, mən görmüşəm də, arxasını elə çəkib gətirirlər ki, yerinə. Elə gözəl işləyirlər ki, maliyar bir dənə az qalır ki, bir dənə ora grunt vursun, kraskasını vursun, işini görsün. Bir dənə dəyərli izləyicilər, bir dənə fikir verin buna. Bir dənə adi buranın, buranı yatsıdırıb, bunu qaldıra bilərdi. Bunu eləməyib. Buralar ümumiyyətlə yaman gündədir. Bilinmir burada nə iş görülüb, nə edib bunu laqunda ilə belə. Nə verir axı bu? Mənə başım çıxmır. Bura hündürdür, bura çökəkdir, burada çökəkdir. Bunu durub laqundalamağın nə mənası var? Mən burada iş görmüşəm. Çox belə bərbad bir vəziyyətə qoyub maşını. Burada görürsünüzsə, bura hündür bir yerdir. Bu kvadratı burada mümkündür də vermək. Əks tərəfdən də imkan var bunu işləməyə. Bunu işləməyib, bunu da götürüb belə. Sən Allah bir dənə fikir verin. Görün nə günə qoyub maşını. Maşın da yanıma gəlib, dəmirçidən gəlib yanıma ki, bunun dəmirçi işi qutarıb. Buralar hamısı əyri-üyri, mənim başım çıxmır. Bu necə dəmirçidir. Bu, deyəsən, işləyəndə ya sağa baxıb, ya sola baxıb, bura baxmayıb. Bu, bilmirəm, nə dərəcədə bu düzgündür, nə inib, nə iş görüb. Buraları da bir sözlə qara günə qoyub. Burada da düzdür, bu indi işləməyib, amma burada əyridir, bu batıqdır bura, batıq qalıb. Demək olar ki, heç işləməyib, buranı elə yalandan döyəcləyib, qoyub bura. Belə müəmmalı bir dəmirçidir. Çox belə deyək, maşını pis günə qoyub da demək olar ki. Heç xoşum gəlmədi. Yaşlı da adamdır, bir söz də deyə bilmədim. Belə deyək, dəyərli izləyicilər, buralar inşallah, belə deyək də, avtomobil sahibi ilə belə qərara gəlmişik ki, buraları düzdür, onun əlbəttə ki, onun icazəsi var, buralara tarsovka vurulsun, maşın tez bir zamanda çıxmalıdır buradan, çünki kraskalanıb tez bir zamanda çıxmalıdır maşın, amma belə deyək, bunlar düzəlsəydi daha mükəmməl olardı ki, bunu düzdür, mən belə işi qəbul eləmirəm, sadəcə olaraq nəyəsə görə göz yumub bunu götürmək, belə deyək, bu da
bir balaca məntiqə uyğun gəlir, amma nə qədər də olmasa mən dediyim kimi, yəni bunu ümumiyyətlə çalışın, yəni belə işləri dəmirçidən yəni götürməyin. Məsləhət görmürəm. Yəni mənim burada, yəni bunu göstərməkdə səbəbim o deyil ki, yəni mən bunu götürməyəcəydim, götürdüm. Xeyr. Sadəcə olaraq belə deyək, maşının yenə dediyimiz kimi tez bir zamanda çıxmalıdır deyə, yəni ki, bunlar yəni ki, bir balaca qaydasına gəlib fiqurası yığılmalıdır ki, maşın işləsin. Belə, yəni burada belə deyək, ideallıqdan yəni söhbət gedə bilməz. Əlbəttə ki, çünki maşının bu hissələri yaman gündədir. Nə qədər də olmasa bir səliqəyə salacağım ki, heç olmaya oxşasın. Heç olmaya oxşasın, amma yenə deyirəm, bunun arxası dəyişilməli idi. Bunun arxası dəyişilsə, bu da belə deyək, buradan zaklovkalardan sökülür, əməlli başlı kulturun səliqəli arxası dəyişilir, geri metkası vurulur, qurtarır gedir. Yəni bu proses yəni beləsinə olur. Dəmirçi də götürüb bunu yalandan çəkirdiyib, laqundalıyıb, döyəcləyib, qoyub bura, göyə bu kişinin oğlu burada iş görüb. Prosta iş mənə gəldiyinə görə mənə dedilər, xahiş elədilər ki, yəni buna eşansda tez bir zamanda, yəni düzdür, ideal işləmirik səndən, amma nə qədər də olmasa bu zirzibirləri belə deyək, burada örtbasdır eləyib, rəngləyib bizə verəsən. Belə dəyərli izləyicilər, gördüyünüz kimi bagaj dəyişilib, buralar işlənəcək, arxa bufer, gördüyünüz kimi arxa buferi çıxartmışam, onlar da kraskalanacaq və üstünə qoyulacaq. Belə deyək, dəyərli izləyicilər, etap yəqin ki, mən bunları çəkib sizə göstərəcəm ətraflı olaraq. Deməli belə, dəyərli izləyicilər, mən hamısını hazırlamışam. Bu hissələr zəmlər tam qaydasına düşdü. Detal da hazırlanıb, qruntlanıb, gördüyünüz kimi. Və arxa bamper. Bir də dəyərli izləyicilər, burada mən sizə göstərməmişdim. Germetika, belə deyək, çəkildi buna. Çünki nəyə görə? Detalda yəni germetika yox idi. Düzdür, vaxtı ilə dəyişilib, amma nə qədər olmasa germetika belə deyək, səliqəli bir şəkildə çəkildi. Əlbəttə ki, arxa bagaja da çəkilib və əsas məsələ, bunu indi mən sizə deyəcəm, çünki burada səbəb nədir ona görə. Bagajın içini demək olar ki, mən işləmişim. Bu figurlar ki var idi, sizə göstərmişdim. Bu figurlar demək olar ki, yox idi və germetikalar da yox idi. Yarısı qırılıb tökülmüşdü. Mən onların hamısını tamamlamışam və içərini də gördüyünüz kimi yəni düzəliş eləmişəm. Amma çöl tərəfdən, dəyərli izləyicilər, burada həm avtomobil sahibinin, həm də belə deyək, mənim razılığım olub ki, yəni buna biz tarsovka vuraq ki, həm vaxt baxımından maşın tez ərsəyə gəlsin, həm də ki, belə deyək, örtün yaxşı olsun ki, paslanma getməsin. Əlbəttə ki, mən ora reaktivli qruntdan sonra belə deyək, tarsovka vurmuşam. Bu da belə deyək, altda qaldığına görə, yəni avtomobil sahibi ilə razılığa gəlmişik. Belə dəyərli izləyicilər, inşallah mən buna kraskalayacağam və kraskadan sonra ətraflı olaraq mən bunu sizə göstərəcəm. Əlbəttə ki, bamperdən kraskalanacaq, amma arxa divizor kraskalanmayacaq, çünki bu qara rəngdə olacaq. Belə deyək, parlaq qara olacaq və bu isə ayrı bir metalik rəngdə olacaq. Bu hissəni mən kraskalayacağım və kapotu bağlayacaq sonra üstünə. Düzdür, bunu mən axırda göstərəcəm. Kapotu göstərməyəcəm, daha doğrusu bu hissələri göstərəcəm. İndi bura ağını atacağım və ağından sonra bağlayıb üstünü rəngləyəcəm dəyərli izləyicilər. Belə, inşallah tam qutarandan sonra ətraflı olaraq mən bunları sizə yenə çəkib göstərəcəm. Çünki maşın tez bir zamanda çıxmalıdır və avtomobil sahibinə verilməlidir. Belə, maksimal dərəcədə çalışdığımız kimi, bacardığımız qədər, yəni ki, bagajın iç tərəfini, yəni ki, zavoda, yəni 100%, yəni zavod da olmasa yaxınlaşdırmışıq. Çünki germetika hissələri hamısı qopmuşdu və yarısını da mən qopartdım tamamlamaq üçün qopşu germetikasını çəkmişəm və belə deyək, qara germetikaları da bunların hamısını çəkmişəm, hazır bir vəziyyətdədir. İnşallah kraskadan sonra ətraflı olaraq mən bunu çəkib sizə göstərəcəm. Dəyərli izləyicilərim, mən dünənləri, mən bunu axşam yəni vurmuşam. Gördüyünüz kimi detal yəni bərkiyib. Belə dəyərli izləyicilər, perixod gəldi bu izə və buradan da opşa kraskalandı. Burada da gəlib kırılan ətəyinə qədər
Çünki arxa bamper, yəni gördüyünüz kimi mən arxa bamperi kraskalamışam və xırda aksesuarlar ki var, mən onları sizə demişdim. Mən indi belə deyək, xırda aksesuarları da kraskalayandan sonra axırda mən bunun çəkilişini edib sizə göstərəcəm dəyərli izləyicilər. Və belə deyək, xırda bəzi yerlərdə xırda tozlar ki var, onları da təmizləyəcəm. Obşe, yəni maşının harasını ki kraskalamışam, o hissələri polirovka eləyib, belə deyək, tamamlayacağım və maşına kraskada yığıb verəcəm avtomobil sahibinə. Dəyərli izləyicilərim, gördüyünüz kimi hazırdır maşın. Mən maşını yığmışam da, çünki belə deyək, polirovka da olundu. Polirovkanı burada zirzibirlər ki var idi, qusurlar ki var idi. Yəni mən bunları bərpa elədim hamısını. Yəni əlbəttə ki, lak, yəni çox vurduğuma görə ürəyim istəyən qədər, yəni ki, şkurka polirovka edə bilirəm. Belə, bu da polirovka olundu, plasmas. Burada dediyim kimi dəyərli izləyicilər, perixod aşağıya gəlib, yəni o hissələri yəni keçməmişəm. Sadəcə olaraq bu hissələr də perixodlanıb və əks tərəfdə də yəni mirvari olduğuna görə məcburiyyət qarşısında yəni mən buna perixodu gətirdim düz bura qədər. Mən bunu sizə demişdim, göstərmişdim də və lakı tamamlandı. Hal-hazırda qətiyyən yəni seçim ümumiyyətlə yoxdur. Çünki bura lakdan istifadə eləmişəm. Vaza mirvari burada yoxdur. Və kraska lak hamısı tamamlandı nikelin altına. Belə dəyərli izləyicilər. Və burada da heç bir skoçun izi zadı heç nə qalmayıb, tərtəmizdir. Hamısı ideal bir vəziyyətdə. Və əsas məsələni mən sizə göstərim dəyərli izləyicilər. Çünki əsas məsələmiz maşında bagajın içi idi. Germetkada gördüyünüz kimi Zavaskoy germetka kimi hamısı vuruldu. Hazırda qaydasındadır. Hamısı yeri yerində. Əsas məsələmiz dəyərli izləyicilər buradır. Ki, yəni mən bunu sizə göstərmişdim ki, burada dəmirçi nə işlər görmüşdü, nə eləmişdi. Demək olar ki, burada əsər əlamət qalmayıb. Əlbəttə ki, yəni bunu təzdən yəni dəmirçiyə göstərdik. Dəmirçi ayrı maşınla demək olar ki, səhv saldı buna da. Çünki yəni işlədiyimizə baxmayaraq dəmirçinin işlərini demək olar ki, mən özüm tamamladım. Bu da belə deyək, hamısı əziyyətdən asılıdır. Amma nə qədər də olmasa ərsəyə gəldi, qutardı dəyərli izləyicilərim. Belə dəyərli izləyicilərim, inşallah sağ-salamat avtomobil sahibi sürəcək buna. Arxa aşağı divizor. Adətən deyirlər black piano. Black piano deyil dəyərli izləyicilər. Bu da təzə çıxıb black piano. Bu sadə akrildir bu. Qara akril. Bu divizorudakı dəyərli izləyicilər bunu bu quştil başlıqlarına uyğun. Çünki abritsovka ilə də uyğun gəlir. Düzdür bu xromdur. Amma mən bunu kraskalamışam. Çünki bamper təzə alınmışdı. Belə dəyərli izləyicilər. Bunları amma kraskalamamışam. Oturuşu da ki gördüyünüz kimi hamısı qaydasında. Super səviyyədə belə bir şəkildədir. Təşəkkür edirəm dəyərli izləyicilər. Like qoymağı unutmayın, abunə olmağı unutmayın qətiyyən. Var olun.